Salam hər kəsə. Bugün mən sizlərə riyaziyyatdan 5-ci sinif Çin arayanları kitabı, onun qüvvətləri dərsi A və B variantı suallarının izahlarını verəcəm. İzaha keçməzdən əvvəl qeyd eləyək ki, bizim 5-11-ci sinifləri əhatə edən onlayn hazırlıqlar haqqında məlumat əldə etmək üçün qeyd olunan əlaqə nömrəsinə yazmağınız kifayətdir. İndi isə keçək birinci sualın izahına. Qeyd olunur ki, verilən ədədi onun qüvvəti şəklində necə yazmaq olar? Məqsəd nədən ibarətdir? İlk olaraq sıfırları sayırıq. 1, 2, 3, 4, 5 dənə sıfırımız var. Və biz həmin sıfırları 10 üstündə 5 şəklində yazırıq. Yəni bu 5 ədədimizdə olan rəqəmlərin, daha doğrusu sıfırların sayını göstərir. Bu 49 isə yerdə qalan, qabağına yazılır və arasına vurma işarəsi. Yəni 49 vur 10 üstü 5 olur B variantı. Növbəti sualda deyir ki, onun kubu olan ədəd hansıdır? Biz bilirik ki, kub deyəndə, yəni 10 üstü 3 nəzərdə tutulur. Əgər kvadrat desəydi, onun üstü 2 olardı. Kub dediyinə görə doğru cavab olar B variantı. 3-də deyilir ki, 6 milyon olan ədədi onun qüvvəti şəklində necə göstərmək olar? İlk öncə biz bilməliyik ki, 6 milyon ədədi necə yazılır? 6 milyonda 6 dənə sıfırımız var. 1, 2, 3, 4, 5 və 6 dənə sıfır. Yuxarıda qeyd etdik ki, sıfırlarımızı sayırıq. 6 dənə sıfırımız var. Və onun üstündə həmin 6 sıfırı qeyd edirik. 10 üstü 6 olur. Yerdə qalan 6-nı isə qabağa yazıb arasına vurma işarəsi. 6 vur 10 üstü 6 olur A variantı. 7-də deyilir ki, ən kiçik 7 rəqəmli ədədi onun qüvvəti kimi necə göstərmək olar? Ən kiçik 7 rəqəmli ədəd bilirik ki, 7 rəqəmli dediyinə görə nə ilə başlayacaq? 1 ilə başlayacaq. 1 və sonuna nə yazaram? 7 dənə, daha doğrusu 6 dənə sıfır yazaram. Niyə 6 dənə? Çünki sıfırların sayı 6, üzərinə 1-i də gələndə bizim 7 rəqəmli ədədimiz alınır. Bu 7 rəqəmli ədədi hansı şəkildə yaza bilərik? Qaydamız var idi. Sıfırları sayırdıq. 6 dənə sıfır yazırdıq. Onun üstü həmin sıfırların sayı, yəni 6. Yerdə qalan birimizi isə vururduq 10 üstü 6-ya. Bilirik ki, biri nəyə vursaq, elə özün verir. 10 üstü 6 olar A variantı. Aşağıda deyir, növbəti sualda. Verilmiş bu ədədin açıq şəkildə yazılışı verilib. Hansı ədəddirsə onu müəyyən etməliyik. Gəlin müəyyən edək. 10 üstü 4 bizdə. Bilirik ki, 10 və 4 dənə sıfırdan ibarətdir. 1 və 4 sıfırdan ibarətdir. Bunu biz nə deyə bilərik? 10.000 deyə bilərik. Bu 10.000-i 5-ə vuranda nə eləyir? 50.000 eləyir. Üzərinə gəlinsin. Onun kubu 1, sonuna 3 sıfır, 1000-dir. 1000-i həmin bu 2-yə vursa, eləyir 2000. Üzərinə gəlinsin. Onun kvadratı 10 kvadratı. Eləyir 2 dənə sıfır, bu 2 onu ifadə eləyir. 7-yə vursaq 700. Üzərinə gəlinsin 3 vur 10, 30 və üzərinə gəlinsin bu birimiz. 50.000 üstəgəl 2000, 52.000, 52.700, bu da 31, 52.731 olar D variantı. Qeyd olunur ki, 10 üstü 8 ədədi neçə rəqəmlidir? Aha, nə etməliydik? 10 üstü 8 dediyinə görə 8 dənə sıfırımız olmalıdır. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Amma 10 üstü 8-də və yaxud da hər hansı bir qabağında ədəd olanda mütləq şəkildə burada bir ədədimiz olmalıydı. Ya 2 olmalıydı, ya 5 olmalıydı, ya 1 olmalıydı. İndi bizdə 10 üstü 8 verildiyinə görə nə yazmalıyıq? 1 yazmalıyıq. Əgər 5 vur 10 üstü 8 olsaydı, onda nə yazardıq? 5 yazardıq. Demək, qarşısında heç nə yazılmayıbsa, heç nə yoxdursa, onda 1 olur. 1 və dalında neçə dənə sıfırımız? 8 dənə. Yəni, bizim rəqəmimiz neçə rəqəmli olur ədəd? 9 dənə.
Növbət sualda deyir ki, hansı doğru deyil? Gəlin müəyyən edək. 10 üstü 4 bilirik ki, 4 dənə sıfırdan ibarət olmalıdır. Çünki üstündə 4 var. Və bu 4'ü də yazıb bura. Bu doğru. Gəlirik ikinciyə. 3 var, 3 dənə sıfır. Qabağına da 3 yazmalıdır. Amma bunlar nə yazıb? 31 yazıb. Deməli, doğru cavab olur B variantı. Gəlin bunları da yoxlayaq. 10 üstü 6. 6 dənə sıfır olmalıdır. Baxın, 6 dənə sıfırım var. Və demişdik ki, qarşıda heç nə yoxdursa 1-dir. O 1-i də yazıb bura. 10 üstü 5. 5 dənə sıfır. Və heç nə yoxdur deyə qarşıda 1-i yazıb bura. Deməli, doğru cavab oldu B variantı. 8-də deyir ki, milyon ədədini onun qüvvəti şəklində necə yazmaq olar? Milyon ədədi özü nədir? 1 və 6 dənə 0. Demək, 6 dənə sıfırımız varsa nə etməliyik? 10 yazmalıyıq sıfırların sayını üstünə. Qabağında 1 olanda da 1 yazırdı. 1 vur 10 üstü 6, yəni 10 üstü 6 olar B variantı. 9'da qeyd olunur ki, açıq şəkildə verilmiş ədədin rəqəmlərlə yazılışı hansıdır? Eyni ilə burada baxdığımız bu suala oxşardı. 5-ci suala. Onun kubu nə idi? 1000 idi. Yəni 3 dənə sıfırı olan. 1000'i 6'ya vursa 6000. Üzərinə gəlinsin. Onun kvadratı 100. 100'ü 4'ə vuranda 400. Üstə gəl. 6 vur 10. 60. Üstə gəl. Bu 5'imiz. Bu da nə eləyir? 6465. 6465 B variantı. Onda qeyd olunur ki, verilmiş ədəddə 7 rəqəminin mərtəbə vahidini göstərin. Mərtəbə vahidləri nə idi? Təklik, onluq, yüzlük, minlik. Minlik dedik. Minlikdə neçə dənə sıfırımız olmalıdır? 1000 deyiriksə 3 dənə sıfır olmalıdır. Demək ki, 10 üstünə yazmalıyıq sıfırların sayı, yəni 3 olar C variantı. 11'də qeyd olunur ki, 10 üstü 6 ədədi 10 üstü 4 ədədindən neçə dəfə çoxdur? Qaydamız nədən ibarətdir? 10 üstü 6 verilib. Burada isə 10 üstü 4 verilib. Baxın, yadda saxlayın. Neçə dəfə çoxdur deyəndə üstündə verilən bu 6'dan bu 4'ü çıxırıq. 6'dan 4'ü çıxanda nə qədər eləyir? 2 eləyir. Yazırsınız 10 üstündə həmin 2. Gəlin bir nümunədə baxaq. Məsələn, deyirik ki, 10 üstü 11 ədədi 10 üstü 5 ədədindən nə qədər çoxdur? Nə edirik? Bu 10'umuzu yazırıq. 10 üstü 11'dən 6'nı, daha doğrusu 5'i çıxırıq. Nə verir? 6 verir. Doğru cavab olur da 10 üstü 6. Şərtdə 6 və 4 verilir. 6'dan 4'ü çıxırıq. Doğru cavab olur ki 10 üstü 2, yəni D variantı. 12'də deyir ki, hansı ədəd 730 milyon ədədinə bərabərdir? Baxın, 730 və milyon sözü var. Yazarsınız 730. Milyonda da 6 dənə sıfırımız. İndi ümumilikdə neçə sıfırım oldu? 7 dənə sıfır. Yazırıq 10 üstü həmin 7. Və 73'üm də burada. 73 vur 10 üstü 7 olur A variantı. İndi isə gəlin baxaq B variantı suallarına. Qeyd olunub ki, müəllim lövhəyə yazdığı ədəd hansıdır? Ən kiçik 4 rəqəmli ədəd. Ən kiçik 4 rəqəmli ədəd hansıdır? 1 olmalıdır. Sonunda da 3 dənə sıfır olmalıdır ki, bu ədəd 4 rəqəmli olsun. Burada da 3 dənə sıfır varsa yazırdıq 10 üstü 3. Yəni B variantı. Növbət sualda deyir ki, ən kiçik 3 rəqəmli ədəd ən kiçik 5 rəqəmli ədəddən neçə dəfə kiçikdir? Aha, ən kiçik 3 rəqəmli ədəd hansıdır bizdə? Təbii ki, 100'dür. Bəs ən kiçik 5 rəqəmli ədəd hansıdır? Ən kiçik 5 rəqəmli ədəd də 10.000'dir. Neçə dəfə kiçikdir deyir. İndi baxın, bayaq qeyd eləmişdik ki, bu 10.000'i biz 10 üstü sıfırların sayı 4 şəklində, 100'ü isə 10 üstü sıfırların sayı 2 şəklində yaza bilərik. Bizdən soruşur ki, bu 10 üstü 4, 10 üstü 2'dən neçə dəfə çoxdur və yaxud da tərsinə şərtdə qeyd olunduğu kimi. Bu 10'un kvadratı 10 üstü 4'dən neçə dəfə kiçikdir? Qaydamız var idi. Bu 10'u yazırdıq.
4'dən 2-ni çıxırdıq. 10 üstü 2. Doğru cavabımız olurdu A variantı. 3-də qeyd olunur ki, hansı ədəd 36 milyon ədədinə bərabərdir? 36 milyon da 6 dənə 0 qeyd elədik və demişdik ki, yazırdıq 10 üstü sıfırların sayı, yəni 6, 36'ını da qarşıya. 36 vur, 10 üstü 6, C variantı. 4'də qeyd olunur ki, verilmiş ədəddə 4 rəqəminin mərtəbə vahidi. Təklik, aşağıdan yazıram. Onluq, yüzlük. Minlik, 10 minlik, 100 minlik. 4'ün mərtəbə vahidi olduğu 100 minlik. Deməli, 100 mini yazmalıyam. Bu bizim 100 min olduğuna görə 3 sıfır. Nə etməliydik? Sıfırların sayı qədər. 5 dənə sıfır var. Yazıram 10 üstü 5. Olar D variantı. 5'də qeyd olunur. Hansı ifadə doğrudur? Aha. İndi fikir verin. 7'ni 100'ə vuranda nə eləyir? 700. Üzərinə də 4'ü əlavə etsək 704. Amma bizə 7400 veriblər. Deməli yanlışdır. Bizə doğru istəyir. 80 min. 80 mini biz necə yazırdıq? 8 yazırdıq. Vurulsun. 10 üstü sıfırların sayı. 10 üstü 4 dənə sıfırımız var. Bunlar amma 8 vur 10 üstü 3 yazıblar. Bu da yanlışdır. 26 vur 10 üstü 3. 26 vur 10 üstü 3 nə idi bizdə? 10 min idi. Bu nə eləyir? Daha doğrusu min idi. 26'nı minə vuranda 26 min. Bu birinci qayda və yaxud da belə eləyə bilərsiniz. 26 burada da var. 10 üstü 3, 3 dənə sıfır olduğuna görə o 3 sıfırı da yazmışıq bura. Doğru cavab olar C variantı. 6'da qeyd olunur ki, ən kiçik 6 rəqəmli ədədi onun qüvvəti kimi necə göstərmək olar? Ən kiçik 6 rəqəmli deyirsə nə etməliyik? 1'i yazmalıyıq. Axırına da 5 dənə 0 əlavə etməliyik. İndi biz bunu 10 üstü nə kimi göstərə bilərik? 10 üstü sıfırların sayı, yəni 5. Doğru cavab olar A variantı. Yenə eyni sual. Qeyd olunur ki, 10 üstü 6, 10 üstü 9'dan neçə dəfə kiçikdir? Qaydamız nə idi? 10'u yazırdıq. Bu 9'dan bu 6'nı çıxırdıq. 10 üstü 3 eləyirdi, yəni C variantı. Növbəti sualda bizə deyir ki, verilmiş bu ədədi onun qüvvət şəklində necə yazmaq olar? İlk öncə nə edirdik? 10 yazırdıq. Üstü sıfırların sayı 5 dənə sıfır və qarşısına yazırdıq yerdə qalan ədədimizi, yəni 81'i. 81 vur 10 üstü 5, B variantı. 9'da qeyd olunur. Verilmiş ədədi açıq şəkildə yazılışı hansıdır? Bunu tapmalıyıq. İndi fikir verin. Bu təklik idi, bu onluq, bu yüzlük, bu minlik, bu 10 minlik. Deməli 3'ü mən nəyə vurmalıyam? 10 minə vurmalıyam. Yazaq bura 10 mini. Neçə sıfırımız var? 4 sıfırımız var. Deməli yazaram 3 vur 10 üstü 4. 10 üstü 3 var, 10 üstü 6 var. Bunlar bizə lazım deyil. Ya A'dır B, doğru cavab ya A'dır ya da B. İndi 2'nin mərtəbə vahidi nədir? Minlikdir. Minlikdə neçə sıfırımız var? 3 dənə sıfır var. Deməli yazmalıyıq ki, bu 2'miz vurulsun 10 üstü sıfırların sayı 3. 2 vur 10 üstü 3. Bu da getdi. Doğru cavab oldu A variantı. Gəlin buradan 1'i də göstərək. 1 nə idi? Yüzlük idi. Yüzlükdə neçə sıfır var? 2 dənə sıfır var. O zaman yazaram onun kvadratı və 1'i də yazaram qarşıya. 1 vur onun kvadratı. Sonra bu 4'ü onluq olduğuna görə 10'a vurub, 6'nı da hər zaman ən axırıncı olduğu kimi qalır. Onda deyir ki, 58.355 ədədində ən böyük cüt rəqəmin mərtəbə vahidi neçədir? Əvvəlcə ədədimizi yazaq. 58.355. Ən böyük cüt rəqəmin mərtəbə vahidi. Cüt rəqəm burada ən böyük hansıdır? 8'dir. Baxın, bu 8'imizdir. Bu 8'in mərtəbə vahidinə verilib təklik, onluq,
yüzlük, minlik. Minlik verilib. Minlik nə idi? 1000 idi. Neçə dənə sıfır var? 3 dənə. Deməli yazaram 10 üstü 3. Olar B variantı. 11-də deyir ki, hansı ədəd 10 üstü 7 ədədindən 20 vahid kiçik ədədin rəqəmləri cəminə bərabərdir. 10 üstü 7 ədədindəndir. Deməli 10 üstü 7-ni yazmalıyam. Ədədindən 20 vahid kiçik ədədin rəqəmləri cəmi. 10 üstü 7 ədədi hansıdır bizdə? 10 və 6 dənə sıfırdan ibarətdir. Bu bizim 10 üstü 7 ədədi. Bundan 20 vahid kiçik rəqəm. Daha doğrusu nə qeyd olunub? 20 vahid kiçik ədəd. Yəni bu ədəddən nə etməliyik? 20-ni çıxmalıyıq. O zaman bura 0 düşər. Daha sonra 9-dan 10-dan 2 çıxanda 8. Buralara da düşər. Nə? 9'lar. Və burada bir dənə 9. Bu şəkildə bir ədəd aldıq. Bizə deyir ki, rəqəmləri cəmini tap. Rəqəmləri cəminə bərabərdir. Biz həmin ədədi tapmaq üçün nə edərik? 5 dənə 9'um var. Yəni yazaram 5 vur 9. Üzərinə gəlinsin 8 və üzərinə gəlinsin 0. 5'i 9'a vursaq 45. Üzərinə gəl 8, 53. Doğru cavabımız olur C variantı. 12-ci, yəni sonuncu sualda bizə deyir ki, onun kvadratının 5 mislinə bərabər olan ədəd. Onun kvadratı 10 üstü 2 deməkdir. 5 misli deyəndə 5'ə vurmalıyıq. Bərabərdir. Onun kvadratı 100, 100'ü də 5'ə vursaq eləyər 500. Doğru cavab olar B variantı.